DNT molekulunun quruluşu haqqında məlumat vermək istəyirəm. DNT molekulu bilirik ki, iki zəncirli zəncirdən ibarətdir. DNT molekulunun zəncirini əmələ gətirən hansı hissələrdir? Məsəl üçün, adenin nukleotidi 3 hissədən ibarətdir bilirik. Adenin nukleotidini əmələ gətirən adenin azotlu əsası, karbohidrat və fosfat turşusu qalığıdır. Və yaxud da sitozin nukleotidini əmələ gətirən sitozin azotlu əsası, karbohidratı və fosfat turşusu qalığı əmələ gətirir. Və zəncir necə yaranır? Adenin nukleotidi özündən sonraki nukleotid ilə birləşməsi üçün necə yaranır bu zəncir? Həmin bu adenin nukleotidin fosfat turşusu qalığı digər nukleotidin karbohidratına birləşir. Nəyin vasitəsilə? Kovalent rabitə hesabına. Və bu cür zəncir yaranır. Bu zəncir hissəyə baxsaq, neçə nukleotid görürük? 4 ədəd. 1, 2, 3 və 4 ədəd nukleotid görsənir. Və bu 4 ədəd nukleotid zəncir əmələ gətirən zaman 3 ədəd kovalent rabitə yarandı. 1, 2, 3. Nəyin arasında? Fosfat turşusu qalığı ilə karbohidrat arasında. Və bu zaman bir molekul su əmələ gəlir. Yəni bir molekul kovalent rabitə yarandıqda bir molekulda su ayrılmış olur. Digər zəncirdə bu cür əmələ gəlir. Və bəzən bizdə testlərdə soruşulur ki, DNT molekulunda ümumilikdə fosfat turşusu qalığı ilə karbohidrat arasında əmələ gələn kovalent rabitələrin sayını necə hesablayarıq? Belə bir düsturumuz var, yadınızdadırsa bu hissədə qeyd edeyim. 2 N çıxaq 2 düsturundan biz H3PO4 ilə karbohidrat arasında olan kovalent rabitənin sayını tapa bilərik molekulda. N nukleotidlərin sayıdır. Nukleotidimiz hansıdır bizim? Təbii ki, burada 8 ədəd nukleotid var. Sayaq 4'ü bir tərəf zəncirdə, 4'ü digər zəncirdə 8 ədəddir. Və biz əsas bu zəncirə əmələ gətirəndə bu kovalent rabitəni gördük, düzdürmü? Digər bir H3PO4 digər karbohidratın qarşısındakı öz karbohidratı ilə də nə əmələ gətirir? Kovalent rabitə. Deməli, H3PO4 iki karbohidratla kovalent rabitə əmələ gətirdi. Hansılardır? Bir özünün karbohidratı ilə, bir də özündən sonraki karbohidrat ilə. Cəmi 2 dənə kovalent rabitə əmələ gətirdi. Ona görə biz 2-ni vurarıq nukleotidlərin sayına 8-ə, çıxarıq 2-yə, eləyər 14 ədəd. Gəlin sayaq, həqiqətən də 14 ədəddirmi? 1, 2, 3, 4, 5, 6, 7. Düzdür? 7 bir zəncirdədirsə, 7 də digər zəncirdə olar. Cəmi 14 ədəd kovalent rabitə yaranır. Nəyin arasında? H3PO4 qalığı ilə karbohidrat arasında. Bəzən də bizə soruşula bilər ki, yalnız karbohidrat, yəni DNT molekulunda neçə ədəd kovalent rabitə ilə birləşmə əmələ gətirir? Baxaq. Zəncirin əvvəlində olan karbohidrat olan bu karbohidrat kovalent rabitədir. Bəli. Azotla əsasla kovalent rabitə vasitəsilə birləşir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə də karbohidrat kovalent rabitə ilə birləşmə əmələ gətirir. 11 ədəd. Və biz də belə bir molekulda soruşsa, belə bir sizə düstur demək istəyirəm ki, 3 N çıxaq 2. N burada yenə nukleotidlərin sayıdır. 3'ü vurarıq 8'ə, ondan da 2'yi çıxarıq. 22 ədəd karbohidrat arasında olan, yəni karbohidrata birləşən kənarlardan birləşən kovalent rabitənin sayı 22 ədəd olar. Və biz keçək DNT molekulunda hidrogen rabitələrinin sayını. Bilirik ki, adenin və timin arasında 2 ədəd hidrogen rabitəsi var. Sitozin və guanin arasında 3 ədəd. Yenə bu ardıcıllıqla nə edir? DNT molekulu yaranır.
Bəzən bizdən soruşula bilər ki, DNT molekulunda olan rabitələrin sayı. Onda yadınızda qalsın, DNT molekulunda olan rabitələrin sayını hesablamaq üçün biz həm kovalent rabitələrin sayını hesablamalıyıq, həm də hidrogen rabitələrinin sayını. Kovalent rabitələrin sayını tapmaq üçün ümumilikdə DNT molekulunda nə qədər kovalent rabitə var dedikdə 3n-2 düsturundan hesablamaqla biz kovalent rabitələrin sayını hesablaya bilərik. Və hidrogen rabitələrinin sayını bilmək üçün də belə bir düsturumuz var idi. Bu hissədən yazacağım. Hidrogen rabitəsi var. Nukleotidlər üzərinə gələrik sitozini və yaxud da guanin nukleotidini. Bundan başqa hidrogen rabitəsi bərabərdir 2 adenin üstə gələk 3 sitozindən hesablamış olarıq. Bu rabitələr idi. Bəzən də DNT molekulunda bizdən soruşula bilər ki, 4 rabitənin əmələ gəlməsi, 3 rabitə və 5 rabitə. Gəlin baxaq. 5 rabitənin əmələ gəlməsində iştirak edən nukleotidlər sitozin və guanin nukleotididir ki, bunlar zəncirin, yəni molekulun ortasında olmalıdır. Bax bu hissədə. Hansılardır? Gəlin görək hansı rabitələri əmələ gətirirlər. Bunlar hamısı rabitəni 1, 2, 3 və özündən əvvəlki kovalent rabitə və özündən sonraki kovalent rabitə. Cəmi 5 ədəd bir dənə sitozin nukleotidi 5 ədəd rabitə əmələ gətirdi. Bunlar hansılardır? 3 ədəd bu qarşıdakı və 1 ədəd yuxarıda kovalent rabitə, 1 ədəd aşağıdakı olan kovalent rabitə. Cəmi 5 ədəd. Guanin nukleotidi də o cürdür. 3 ədəd qarşıdakı hidrogen rabitəsi, 1 ədəd yuxarıdakı kovalent rabitə, 1 ədəd aşağıdakı kovalent rabitə olmuş olar. Lakin guanin və sitozin nukleotidi zəncirin sonunda və yaxud da əvvəlində gələrsə 4 rabitə əmələ gətirir. 3 ədəd, məsəl üçün guanin nukleotidi 3 ədəd qarşıdakı hidrogen rabitəsi, 1 ədəd də özündən yuxarıda olan bu kovalent rabitə. Cəmi guanin nukleotidi 4 rabitə əmələ gətirən zaman ya zəncirin sonunda olmalıdır, ya zəncirin əvvəlində. Lakin 4 rabitə əmələ gətirən adenin və timin maksimum 4 rabitə əmələ gətirdikdə zəncirin ortasında olur. 2 dənə qarşıdakı hidrogen rabitəsi, bir dənə özündən yuxarıda, bir dənə özündən aşağıda kovalent rabitə ilə birləşmə əmələ gətirir. Amma adenin və timin nukleotidi minimum 3 rabitə əmələ gətirir dedikdə bu o deməkdir ki, adenin və timin nukleotidi ya zəncirin əvvəlində olmalıdır, ya zəncirin sonunda olmalıdır. Yəni 2 ədəd qarşıdakı hidrogen rabitə, 1 ədəd də özündən sonraki kovalent rabitə. Amma zəncirin sonunda əmələ gələrsə adenin və timin 2 ədəd hidrogen rabitə, 1 ədəd özündən sonraki nə olar? Özündən əvvəlki, üzr istəyirəm, özündən əvvəlki kovalent rabitə. Bu cürdə DNT molekulunda 4 rabitə əmələ gətirən, 3 rabitə əmələ gətirən, 5 rabitə əmələ gətirən. Yəni nukleotidlər də bir-biri ilə necə birləşir? H2PO4 qalığı ilə digərinin karbohidratı ilə birləşmə əmələ gətirir. Və DNT molekulunda karbohidratı bilirik ki, dezoksiribonukleazadır.